əlində məbləğin azdır, amma Xırdalanın mərkəzində ev istəyirsən, özü 3 otaq. Qardaşım sənə 49 minə 3 otaq ağ mələk bir dənə göstərəcək. Evə mən ona ağ mələk deyirəm. Özü gör hansı bina yanındadır, var bir dənə. Gör hansı Xırdalanın ürəyində. Gəl bir dənə evi göstərdim, 3 otaq. Gəl. Ağ mələk, budur. Gəl. Gəl bura. Sənə qardaşımın bir dənə otağa var bir dənə. Bax, səliqə ilə işləmək budur. 3 otaq. Gəl bura. Bir dənə sənin deski bir dənə otağın. Sənin deski otağın. Bax, bu da belə səliqəli, ürək açan, gözəl. Hamam sanseri. Gir yaşayabilirlər qardaşım. Bu sənə hamam sanseri. Bax, girdin. Gəl bura. Bu sənin geniş bir dənə zalon. Zalaban normaldir. Bir dənə də qəşəng Amerikanski bir dənə kuxna. Bax kuxna. Bu da səliqəli kuxna. Sən bunu indi deyəcəksən ki, qiyməti ucuzdur, padvalı su, nə kürsüdə, nə bir şey. Qardaşım, 6 daş kürsü, padvalda qupquru. Bizlə tanış olduq, gəldik əsas məsələyə. Əlində 49 min manat pul varsa, çox təcili. Buna deyirlər, əsl əlim yandı. Çox təcili qiymətə Xırdalanda belə bir dənə möhtəşəm 3 otaqlı həyət evi satılır. Xudmani bir dənə həyəti var, rahat özün üçün oturub çay içməliyik, bir dənə çörək yeməliyik, qəşəng həyətimiz də var və nəzərinizə çatdırıram ki, evdə çəkilişə göstərdiyim hamamda, bax, hamam san üzərində göstərdiyim aksesuarlar yoxdursa, bunu mən istədiyim ki, onlar biz tərəfindən yerinə qoyulacaq. Xırdalanın mərkəzində belə bir evi əldən qaçırmaq olmaz. 49 min manata bundan başqa nə istəyirsən? Allah alana da, satana da xeyir eləsin.